Oktyabrın 1-dən etibarən Azərbaycanda metro və avtobusların qiyməti 60 qəpik oldu və bu qiymət artımına baxmayaraq bəzi hakimiyyət yönümlü media qurumlar və bəzi deputatlar belə bir açıqlama verdilər ki, bəs bu qiymət artımına baxmayaraq Cənubi Qafqazda ən ucuz tariflər məhz Azərbaycandadır. Çünki Ermənistanda bir metro gedişi 67 qəpik, Gürcüstanda isə 63 qəpikdir. Yəni Azərbaycanda bu qiymət artımı, gedişlərin 60 qəpik olması yenə də Cənubi Qafqazda ən ucuz qiymətdir. Lakin əslində isə həqiqət belə deyil. Çox təəssüf ki, bizim bəzi deputatlarımız və bəzi media qurumlarımız hələ də hazırda 21-ci əsrin olduğunu, elm və texnologiya əsrdə yaşadığımızı unudurlar. Çünki istənilən qiymətlər, istənilən bir informasiya və statistik məlumatları istənilən vətəndaş çox sadə şəkildə və asan bir şəkildə əldə edə bilər və yoxlaya bilər. Bəs həqiqətdə məsələ necədir? Doğrudan da Azərbaycanda bu qiymət artımına baxmayaraq gedişlər ən ucuzdur. Xeyr, əslində nə bu media qurumların, nə də deputatların dediyi kimi deyil. Gürcüstanda da, Ermənistanda da metro və avtobusların gediş haqqısı Azərbaycandan qat-qat ucuzdur, qat-qat sərfəlidir. Bəli, bir gediş Gürcüstanda 67 qəpik, Ermənistanda da 63 qəpikdir. Bu doğrudur. Amma burada bir nüans var. Ermənistanda da, Gürcüstanda da tarif sistemi mövcuddur. Yəni müxtəlif paketlər var. Bir gediş üçün bir qiymətdir, günlük gediş üçün fərqli qiymətdir, həftəlik, aylıq və illik gedişlər üçün isə tamamilə fərqli qiymətlərdir. Ermənistanda məsələn 67 qəpik bir gedişdirsə, eyni vətəndaş, məsələn tələbə, yaşlı, ictimai nəqliyyatdan istifadə edən bir vətəndaş 3 gedişə 1 manat 24 qəpik verir. 3 gedişlik paketdə alıb 1 manat 24 qəpik verə bilər. Təsəvvür eləyin, amma Azərbaycanda belə bir sistemi yoxdur. Azərbaycanda məsələn bir vətəndaş adicə bir iş yerinə gedib və oradan evə qayıtmaq üçün 2 dəfə 60 qəpik verərək 1 manat 20 qəpikdən istifadə edəcək. Və yaxud da ki, əgər həmən vətəndaşımız 2 marşrutdan istifadə edirsə, təsəvvür eləyin, 1 manat 20 qəpik getmək, 1 manat 20 qəpik qayıtmaq və gün ərzində 2 manat 40 qəpik xərcləmiş olacaq. Amma Ermənistanda 3 gedişlə 1 manat 24 qəpik verərək 3 gedişdən istifadə edə bilər vətəndaş. Halbuki eyni 3 gediş Azərbaycanda 1 manat 80 qəpiyə başa gəlir. Eyni zamanda Ermənistanda aylıq limitsiz paket var ki, 39 manat ödəməklə limitsiz şəkildə ay ərzində Ermənistanlı bir vətəndaş metrodan da, avtobusdan da pulsuz istifadə edə bilər. Təsəvvür edin, cəmi 39 manata. Amma Azərbaycanda eyni vətəndaş təsəvvür edin, hər gün işə gedir və işdən qayıdır və təsəvvür edin ki, 2 marşrut dəyişir. Bu halda ay ərzində 72 manat vəsait xərcləməlidir ki, metrodan və avtobusdan istifadə eləsin.